Bizim tarla məhsullarından, Çiko günə baxan tumlarından, Ruski Vkus ət və ət məhsullarının sponsorluğu ilə Azad Azərbaycan Teleradyo Yayım Şirkəti və Soy Production təqdim edir. Gəlinlərin ağası, yeznələrin bəlası, qaynanalar qaynanası. Söhbətin var xırdalasın, hər işini qurdalasın, hamını barmağına dolasın. Sevinə, sevinə evinə, gələnə yazıq o, gəlinə başına. Ayın açır, oğul ondan qaçır, gəlin ondan qaçır qorxusundan. Mız mız qaynanamız, universal qaynanamız, hər iş gəlir sənin əlindən. Mız mız qaynanamız, qaşqabaqlı qaynanamız, ara gedək sənin əlindən. Mız mız qaynanamız, universal qaynanamız, hər iş gəlir sənin əlindən. Mız mız qaynanamız, qaşqabaqlı qaynanamız, ara gedək sənin əlindən. Tez. Əməli başlıyor. Qaçaz. Ağa nasıl yıxılıb bir Zəhrin var ağalas. Daha qaça bilmirəm. Qaça biləcəksən. Nəfəsim yer tapmır, çıxmağa. Cəhənnəmə çıxmasın. Bəs sən mənim başıma, ağanazın başına qulaq tıqəndə bilmirdin ki, ağanaz sənin başına tül tökəcək, hə? İşşe! Nə oldu? Nə oldu? Ağa Naz, sən məni qaçırmırsan, canım üçün çapırsan. Hə, lap yaxşı. Onda çap. Çapayıq qabaq qızı. Tez elə. 3 günə mən səni 50 kilo ağırlatmasam ha. Heç atamın qızı deyil. Tez elə, çapar. Ağa Naz, yan. Deyəsən 3 kilo atmışım. Nə qədər? Düş Üç görüm. kilo. Düş çıx dərəcəyə. Tez elə. Tez elə, biraz yeni tərpən. Dizlərim yer tutmur. 3 Neçə kilo. kilo olur? Baxın. 3 kilo attım. Baxın. Hamı. 158 kilo. Çıxaz. Yaxşı da haydi. Tez elə, çıx. Qaç tez elə, biraz yeni tərpən. Tez elə. Hə, köhlən atım. O demək. Getdi. Tez elə, tez elə, tez elə. Tez elə. Axmaq ağılım, axmaq ağılım. Buna bax, mən buna gəlinliyi paltarı giyindirdim. Şurada balabanla mən bunu gəlin gətirdim. Elə tut bunun saçından, qaçırda getirib bir dənə övə günün bu günə qədər. Onda gün çubuğu olardı. Baba boyda gələdəlliyi yox, tez elə. Ağa Naz, Tez elə, hə. düz 8-ci səhifə kimi anadan əndiyim südü burnumdan gətirdim. Hələ harasıdır, hələ harasıdır. Sənin başına bir oyun açacağım ki, dayan, tez elə. Mənim başıma kulaş töktün, hə? Nə olur? Mənim başıma kulaş töktün. İnsafın olsun biraz Tez elə. dincəlimdə. Dincəlimdə biraz. Dincəldəcəyəm səni inşallah. Səni dincəldəcəyəm, dayan. Heç 50 yox, 3 kilo attıracağım sənə. Nə qədərdir? Nə qədərdir? Özümdə də hiss eləyirəm ha. Nə? Ağa Nə? Naz, deyəm. Nə qədərdir? Tez elə göreyim, çıx bura. Düz 2 kilo. Çıx bura. Atmışam. Çıx bura. 2 kilo. Hadi 156 kilo. 157 kilo. Tez, çıx bura. Ağa Naz, Gel tez elə görüm. hadi öldürdün ki. Dəvə qızı dəvə, tez elə. Hadi bax. Ha, tez, biraz tez. Ağanaz. Ay ağanaz. Hə qoçum, hə, tez elə. Nələsə, dağda, dumanı. Filmanın gözləri yoldadır bircə gümanı. Şnaz, işlə. İndi 50 kilo olacaq. Gecələr. Nədə? Ama
Mama, birinci qaynanan gəlir. Kim gelir? Babatın anası. Peri olas. Ana o üstümüze getirmişsin. Ne var Ne bilin. Ana ürəkdi də. Bayaqdan burada kişniyirəm. Hansanı hiss eləməz ki qızını çapırlar. Korkarım ha güzel. Üstümüze filman gelir. Gezele. Min çap onu. Koyma dincelsin ha. Eşittin. Koyma dincelsin. Dava yatar. Da şov. Şov. Tezele. Yaxşı mama. Az gör kim gelir. Az böyle filman gelip, az canım gelip, ne dersen, ne qəşəng iylənmisən ay filman, ne qəşəng iylənmisən. Görürsən də xudu? Hə? Ana bayaqdan məni qamçılayır. Bilirsən nə var? Yaxşı at özünə qamçı vurdurmaz. Şəşdi. Ne olur? Mən səndən küsməkdə, sən məndən niyə küsmüsən, hə? Bir deyirsən ki, ya bu yaxınlarda qudam olur, gedim baxım görüm nətərdir, necədir, nə yeyir, nə içir. Mənim o div kimi qızımı nə ilə doldurur. Bir heç olmasa bir elə də sifət gətirmisən ki, oktyabr ayıdır, amma elə bilgirəm ki, kiçik killəsən. Baba. Sen elə iyul ayının cıracırısan. Adam sənə yaxınlaşan kimi canına krem çəkib zagal eləmək Mən isti istəyir. qızam da, isti qızam da. Adamı elə yandırmısan. Elə yandırırsan ki, Allah eləməsin. tüstüsü təpəsindən çıxır. Mənə bax, sən deyəsən çox əsəbisən. Gələ tüstüdün yadıma bir dənə siqaret verim sənə çək. Sən ala boş Çıx balkona. ver. Boş ver sigaret sat nədir? Mən səndən çəkdiyimi çəkmişəm ey ağanaz. Deyir bir məsəl var, atalar məsəli var ki, gizdində cükkülləşən aşkarda doğar. Sən Allah. Ha, ne oldu az? Ne? Eşittim ki mənim babatımın üstünə nabat gətirmisən. Baba. Nabat da bir nabat ola. Bilmem. Quyruğu yoluq qarğa. Sən də batardı görüm səni, nə yoxdursan? Hani görməmişəm. Harada görmüsən? Görmüşəm. Yaxşı. Ne oldu az? Qapıma elçiliyə gələndə ilan kimi dil çıxardırdı. Mən. Dizini yerə qoyub yalvarırdın. Ağ eləmə də. Mən sənə qız verərdim. Kinoda görmüştüm seni. Hatırla. Dile bunun içinde su vardı. Az öğrenirsen de. Hacı senden bir şey sor şimdi. O talette o oturursan o yandaki o balıkçı şey o nedir ha? Ne oldu ki? Ya şeyini böyle sormuştum. Az o şeydi abi. Az o tuvalette oturmursan o şeyin yanında. Hadi. Balaca şotka onun ne için değil abi? Ne bilimdir, nəyə görə qoyublar? Nəyə görə deyirsən ki? Az prosto ondan qəşək kisələndim elə. Düz eləmsən. Nə istəyirsən, nə görsən istifadə elə, bir də haçan görəsən. Düz deyirsən. Sən abırvu ilə bu köynəyi örtülmüş ki. Ne oldu bu? Bu nədən maykan deşikdir? İyda, bacı, bu mayka geldi gider diye ta ki ürəklər deşilməsi. Ürək qurtarmamışam. Ürəklər deşilməsə. 5 gün burada qalsan deşik olarsan. Ne var mıyım ben? Ev dövlət talquşqadır. Burada bilinmir ki, kimin ayaqqabısı kimin ayağınadır. Çervon Hüseyin'i yalvardın, yapışdın, qapıma gəldin. Mən də o kişini görəndə sustum. Susmurdun Dinlənmədim. O kişini görəndə ağzının suyu axırdı. Ölürdün Çervon suyunda. Eləmi? Bəli, sən mənə Lap xəbər yaxşı. göndərmişdin ki, o onunla gəlsin. Lap yaxşı. Verdim onun Bəli. xətrinə. Yaxşı dədöyə də vermədin. Onun xətrinə handa bir restoranda zurna balabanla toy elədim. Vay. Löyn yeməklər verdim cəmaata. Hə. Telli duvaqlı gəlin köçürtdüm. Payatonla cəmaat nə edirdi be? Hələ orasını demirəm ki, qapına gələndə
Nəlbəki əvəzinə qızın ayağının altına xəngəl tarelkası qoydum. Öcə belə. Qoydun ki, qıra bilməsin. Sındırılmalı tarelkam o idi. Belə istəsəydim aşqazanı qoyacaqdım. Buna bax, Hə. hələ nə oldu az? Təzə alanda qızı deyirdin ki, Felman, doşab almışam, bal çıxıb. Yox bir bal qabaq çıxıb. Nə oldu az? İndi mənim qızımı bəyənmədin, onun üstünə arvad aldın, getdin. Mənə bax. Yəni, mən hər şeyi başa düşürəm. Mən hər şeyi başa düşürəm, amma bir şey başa düşmürəm ki, xudu yanı belə yekələnibdir ki, ha, ona bir arvad bəs eləmir. Az belə yekələmişik. Belə. Yekələmişik. Az belə toyuğumuz da yumurtlayır, xoruzumuz da yumurtlayır. Başa düşmədim. Hə. Mənim paraxod kimin qızımın Hə. nəyə əskikdir ki, onun üstünə arvad gətirir? Elə əskiyi yoxdur ki, paraxoddur da. Elə əskiyi yoxdur ki, artığı var da. Bilmirsən, ağzımı açırsan. Birini bilirsən, birini bilmirsən, elə qoymusan üstünə. Has, mən birini bilirəm. Az biri də var, Allah elini yıxmış. Biri də var. Az dur ayağa sen Allah, dur götürsün koyda, dur. Sen o sigaretten çekmesen sakitleşmeyeceksin, dur ayağa. Sen Allah kim? Az dur sen Allah, dur üstüne, dur ayağa, dur. Kulağıma bəzi söz-söhbətlər gəlmişdir. Güya ağamaz əyilə bilmir, sən əyilib onun ayaqqabısını geyindirirsən. Düzdür? Bacından narahat olma. Hələ ki mən geydirəm. Ha sən də mən onu deyirəm elə. Ha bircə yarbatdır, xəttinə dəymə, geyinib getsin yola. Bənə. Xudum. Ha, sən- Evim ev, hamamım hamam. Ay deməyə bazı yadımdadır hamımız. Asa çoxdan ərə getməliydim deyib. Valla. Deyirəm nə verəcəyə, düşmü səni cənnətə. Mən də birini tapardım. Hamamdan çıxanda məni quruluyardı. İşə gedəndə pencəyimi geyindirərdi. Əgilməzdim ayaqqabılarımı geyindirərdi. Ala kül başına, tubunu al giyindirsin də. Sən ona mənə sifət eləməliyim. Bunu da koyarsın bak, sen benim canım, bunu da koyarsın bak. Sən Allah. Az koy Sen- gidirdirəm seni de, Yok, az hansı yok. kuda indiki zamanında kudasını gidirdi, gel bunu koy kafa. Sen benim canım, gel. Hə, gör. Doyana qədər gidirdəcəyəm səni. Bəsdir. Mən, baxma yine köyün arvadama, mən təzə qalmışam. Mən yolumu, yolağımı bilən arvadam. Bildin Filman. Mən sənə bunu deyirəm, Bəs, bunu sən mənim, bunu da qoyarsın. İstəmirəm, Bu da papasının, bu da papa. Bəsdir də. Mən Nabatı bu evə nüş getirmişəm. Mən Babata qulluqçu getirmişəm. Nabat babatın ayağının altının tozudur. Əlinin süpürgəsidir. Qabağının qulluqçusudur. İndi əyri oturaq düz danışaq. Qızın səhər yuxudan durub, o kravatdan düşənə qədər bayır axşam olur. Elə deyil. Paltar yumuş, ev yığışdırmış, ütü ütüləmiş, xorey pişirmiş. Bütün bunların hamısını babat eləyirdi, onun qabağındadır. Bu gün sabah da inşallah babat doğacaq. Yox, nabat doğacaq, nabat. Hə, nabat, ağlama, demişəm, nabat doğduğuna, verginə babata. Babatın adına yazdıracağım. Nabat doğacaq, bir uçdan. Babat doğa bilmir axı, babat doğmur. Nabat doğacaq. Hə, indi nabat gecə gündüz yatmayacaq, ona baxacaq, amma babat hərdən birdən oynadacaq. Başa düşürsən, mən bütün bunların hamısını görən arvadam. Sən nəsə ürəyimi sıxırsan axı, niyə ürəyimi sıxırsan? Allah, bunu da qoyarsın. Sən mənim canım. Sən mənim canım. Sən sözlü danışqınla bir dəqiqə. Alo. Bəli. Mən də öz içimdə götür qoy. Bəli, anası. Bu mənim başıma nə oyun açır. Cığata müəllim, Çox bəli. bilmiş deyə bax ki, ona hələ uşaq. Cığata müəllim, qurban sizə, mən sizə dedim axı ki, mən o pütyovkanın Mən pulunu bilmirəm. keçirmişəm. Mən bilmirəm, sən mənim bax uşaq qızım. Mən hardan sizə pulunuzu verim axı, mən tək arvadam, mən Mən sizə də qurban olum. susmam, mənə də filman deyərlər. Əşi, belə qələt eləyərsən. Sən mənə nə eləyə bilərsən? Mənə də ağanaz, ağasal qızı deyərlər. Sən öləsən, cığataysan, hopsopsan nəsən? Sənə öz havuğu çaldırıb özümü oynadaram ha. Eşitdin? Mənim kəsdiyim başa sorğu sual yoxdur. Mən adamı diri-diri divara hördürərəm. Mən adamı traferetli asfaltın üstünə sərərəm. Qaşıyıb çıxarda bilməzlər. Yaxşı, bəs. Eşitdiniz? Səni arvadımın yanından uğurlatdıraram. Mənə ağanaz deyərlər.
Yaxşı sən. Zevkim budur. Harda qaldıq? Kulağım səndeydi, eşidirdim. Sən də sağlıda bir deyirdin. Nəsə Mən də deyirdin? deyirəm də. Ürəyimdə deyirəm ki, Hə. az. Ağanız öz başına, yemir, sağ ol. Ağanız öz başına deyil. Ağanız aferist deyil. Ne olar əri olmayanda? Gözü orada burada deyil. Mən çox gözəl bilirdim ki, ağanız özü ikinci dəfə ərə gedər, amma mənim qızım üstünə arvad almaz. Ades! Özüm ölüm. Həmişə deyirəm ki, nə olar? Əvvəlin bu bulvarda 15 köpüyə piraşki satan olur. Yaxşı, bəs sən Allah. Nə olar? Slatki ponçik deyə də cəmaatın qabağına qaçmısan. İçsən, qurtsan, hər nəsə, filman, sənin fikirlərin tamamilə düzdür. Yadında bir şey saxla gələn, o telmandır, tülpandır, nədir? Mən elənçinə kişilərə getsəydim, indi 10 dəfərə getmişdim. O dəstəsi 5 köpüyü olan kişilər. Yenə danışma. Abi ya. Bas onu, görüm sən ki, basan kimdir. Az danış gələn, az danış gələn. Geldim de. Doktor Elbayram, hoş geldin. Ay Ağanas, Ne oldu? bu telefonu neyse almışsan? Ne olmuş ha? Telefonu neyse götürmüşsən? Bir saatdir sənə zəng edirəm. Ay vallahi ben seni çapmayayım. Satmayı? Yo. Ondan onu qoyaq bir qırağa. Bir də ki gəldim ki, analizlərin cavabını verim, çıxım gedim. Bana bak, kışkırma giderdi. Burada yerimiz rahat diyor, keçi oluyor tabii. Və də burada rahatdır mənə. Bir də ki, Allah sənə kömək olsun. O qədər analiz göndərərlər. Çok Az 18 yeri bölüb 10 min adına yazmışam ya analizləri. Neyim ha Elbayram? El açık kızam da. Doğrudan gözəlləşmisən, belə. Bana bak, keç o bir otağa. Əməlli başlı danışaq. Gel. Hə? Hadi sən gedək. Bunu da qoyaq bir qırağa. Gündəsən az. Xudunun arvadı olmaq elə bilirsən asan işdir. Gərək əlin cəfasını çəkəsən, sonra da səfasını görəsən. Xudu məndən nar şirəsi istədi, mən də onun üçün nar sıxıram. Az nə gündəsən deyəndə bu gününü demirəm. Da 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 da. Bizim tarlanın nar şirəsi. Sıfır əziyyət, başdan ayağa ləzzət. Mən getdim səfasını görməyə. Sənsə çək cəfasını. Xudu. Sponsorlar Bizim Tarla Məhsulları, Çiko Günəbaxan Tumları, Ruski Vkus ət və ət məhsulları. Elbayram doktor, kurban olum sənə. Deməni görüm nə var nə yox. Ağanas, vəziyyət gərgindir. Qışqırma, yavaş. Heç bilmirəm necə deyim. Qurban olum sənə qışqırma deyən. Bax sən şimdi necə rahatdır elə dediyinə. Hə? Ürlər ürəyimi dilir. Ay. Oh. Elbayram doktor. Ağanas, Ay can. bilirsən ki, bu işə görə nə qədər baş sındırmışam. Dünənləri elə girirdim laboratoriya, ayağım sürüşdü, başım dəydi VSV-də. Bax, bir baş sındırdım bu. Tikiş koydular. Əşim, mən şiş qoyan həkimə. Bilirəm, sən sındı elədi, ona görə deyirəm də. Əşim, simiti də, sındı, bitişəcək də. Elbayram. Gələn eləyən onlar, qurban gözlərime deyirəm. Bəlkə deyirdin sözü ver. Ağanas, bax, sizin bu işinizə görə neçə gündür mən gözümü yumuram. İcazə bir 5 dəqiqə icazə ver. Gözümün acısını alım, sonra durub sənə şok xəbərlər deyəcəm. Ay balam içəri girən olar, cəmaat nə deyər? Bütübəsi bu kravatı. Ya. Hadi eləmədin. Eləmədin.
Neydi? Ay qələm olar. Ay bu nedir? Əlbayram. Ay Əlbayram. Nədir? Ana bayaqdan məni Vurma da! bir sənə qədər qamçıladı. Qasıranda vurma! Sən arxa surətdə. Başmaxı. Mama. Ne laf? Sen niye onu qamçılıyırsan? Mama. Bədbaxt at deyil, dəvə deyil bu yazıq. Elə bilirsən indi ər tapmaq asandır, onu da qaçırdacaqsan. Ya, Firman hala, Xoş gördük oğlum. ne yaxşı geldin. Bunu neyin diyeyim ben? Mənim qırışam var axı. Haranda? Onurğa sümüylə üzböz dayananda, Aha. onurğa ilə üzböz dayananda, Hə, dayandıq. üzü aşağı düşəndə, Hə. böyrək tərəfə, Ay sağ. Mama. Az bir qoy görək bu uşağın dərdi nədir axı? Və mən bilməyim ki, mənim kürəkənimin qrijası hardadır? yox sən belə başa salamayacaqsan mənə, bir diqqətlə mənə qulaq as. Gəl belə deyək, asan yolu ilə başa salım Ay sənə. sağ ol. Deməli, mədədən üzü aşağı düşəndə, Aha, düşdün. birinci bağırsağı yox, Ay sağ ol. ikinci bağırsağı yox, üçüncü bağırsağı yox. Başa düşmədim. Və sən bağırsaqların yoxdur. Hara qaçır? Mən nə bilim, bilirəm ki, Hiç can bala. Sən tamam başını itirmisən. başım cəhənnəmə, mən bağırsaqlarımın yerini itirmişəm, heç bilmirəm nə hardadır. Qoy başım açılsın. Səni özüm aparacağam rengenə. Qoy görüm sənin bağırsaqların hara qaçıbdı. İndi qurban olaram balama. Sən bayıra çıxa bilərsən? İndi gəldim də oradan da çıxmışdım elə. Oranı demirəm, həyəti deyirəm. Həyəti, Mənim babatla bir balaca söhbətim var. Yaxşı, Qadasını alaram, qamsındır. Ay bayram doktor. Bəli, bəli. Eşitler dur da ya. Ha, durdum. Bayır akşam oldu ki sen. Durdum. He. Əladır. Ne? Yuxuda durdum. Aha. Gümraham, özümü yaxşı hiss edirəm. Deməli, ağanas. Analizlərin cavabına görə denənmə biz kontrol etsinlər, xahiş edirəm. Ciyərim yanır. Eşi baktı düğününde tezile göre yüreğim patlıyor ya. Ayıptı el bayram yüreğim patlıyor. Deməli. He. Analizlərin cavabına görə Aha. tubu. Tubu. Ne tubu? Nədən başa salacaq? Tubu. Hipertrexoz xəstəliyi. O ne böyle? Yəni ki, tubu. He. Dışarıdan deyim ben bisküvit çay versinler. Hay Allah'ıma kurban olum. El bayram. Yəni Sözlü değil. tubu ərə getməsə, Hı. hipertrexoz. Yəni ki, tubu He. meymun kimi tüklənəcək. Hipertrexoz xəstəliyi. Ay Allah. Hipertrisoz. Xoz! Даже хоз. Deyildim axı. Bu ağanaz. Belə iş tutmaz. Yəqin mən səhv saldım. Nəysə. Ha bak, nə edirsən sən? Saçımı ütüləyirəm də görmürsən? Ütü ilə saç ütüləyərlər. Əbə televizorda oxuyançıların saçı belə şaxdırır, və ütüləmirlər saçları. O uklatkadır, onun adı uklatkadır. Bu ütü ilə eləmirlər. Yıldırım sizi ha. Qazı fluyu söndürürəm deyirsiz olmaz. Saçımı ütüləyirəm deyirsiz olmaz. Olmaz. Və nə olar? Eybi yox. Mən elə bilirdim də keçəcəyimdə dəqiqədə mənə başıma qalxmaz. Ürəyim, canım getsin. Eşitsən, sən bir şey deyəcəm. Şimdi qulaq da, sənə bir çox xəbər deyəcəm. Eşitirsən? Amma belə öz aramızda da xəbərçilik kimi çıxmasın. Yaxşı. Bayaqları mama
Babatın anası da sənin haqqında nə desə yaxşıdır. Səncə nədir ya? Gülüsüyə. Az yox, başqadır, başqa da bir dənə fikir fikir. Səncə nə deyə bilər, nə dedi? De, Nabat babatın ərinin ikinci arvadıdır. Ya. Yenə də bir qurtdan nə desə yaxşıdır. Səncə nə desə yaxşıdır. Əli bir dəqiqə demişdi mi babatın hər şeyini? Nə dedi? Yaxşı. Dedi ki, Nabat babatın ayağının tozudur. Ayda, bax, mən də deyirəm görəsən nə deyib. Ayağının tozudur. İndi söz adı söyməyib gözəl. Ayda. Mən də çatırım. Ayda. Qurban olum eləməyin də. Ay qurban olum baş qoşmayın da mənə. Ay qurban olum eləməyin də xəbərlərdə desinlər ki, təzə gəlin qaynanasını baltaladı. Günüsünü trenlə deşdi, ərini çırqıdan keçirdi. Qurban olum eləməyin də mən gedib türmədə doğmayım da. Evdə bir adam saxlamadı ki. Ayda, ürəyim sıxıldı yeməm. Ayda, eləməyin də, qurban olum deyirəm də. Sən də bir şey xəbərsizlik eləmə olmur. Başladın işi bənliyə. Mənim elə sən bir dənə xəbərim vardı. İstəyirsən onda deyim keyfin açsasın, hə? Mələyim, canım, gözüm. Eşitsən? Bayaq eşidirəm ki, deyirlər, tubu 2 aya ərə gezməsə, meymun kimi bədəlini tük basacaq. Orada nə var ki? Sən 2 ay mənə dəymə gör çaylı meşəsinə dönürəm ya yox. Nə meşəsinə? Yaxşı elədin. İndi görək indi bu nə olacaq bu dollar məsələsi. Sən o elə malları götürgünə mən sonra sənə başda alacağam. Özün gedirsən. Oldu? Ayva. Bismillah. Yaxşı eləlik. Dəlisən az qapındırsın deyirsən. Gülüm ama görsün de mədə, görsün ama mədə. Az yaxşı hardaydın? İşte getdim doyunca şəhəri gezdim. Özümə bir iki şey lazımdı, onları aldım. Sabah qaydırmaq. Aman ölsün. Qaydıramı elə deyirsən, elə bir nə əl evinə qaydırsan. Gel bir daha otur görüm. Hal dediğim mən növbət. İnansın yanıb tökdürəm. Aman ölsün. Bütün günü aymım tek tane şəhərdə gezirəm, gözəl göyçək qız. Bir köpək olur, risk elimə yaxınlaşmır. Adamı yandırır, o məni taxtırır. Bəzənmişəm, düzəlmişəm, saçım başımı daramışam. Əsəbləşmə, imkan ver ağzımı açım, söz danışım. Bir ağları əl bayram gəlmişdi. Doktor. Sən mənim ölmüşüm, sən mamanı ölmüş, ürəyivə şey gəlməsin. Ne oldu, nə deyirsən? Mama ölməyib ki. Deyir heç nə, bu Tuşun bir analizləri belə göstərdi ki, güyəmiş ki, sən 2 aya ərə getməsin, bütün texa meymun kimi tük getirəcəksən. Deyirəm, Əlbayram deyir ki, Tubuşun analizi göstərdi ki, 2 aya ərə getməsə, meymun kimi tük getirəcək. Ay kimi qıllanacaq, başa düşürsən? Ay mama, indi kişinin başına iş gələr də, dünyaya. Tuğ, sənə çatır mən nə deyirəm? Ay mama, sən də söz danışırsan da, mən kimə yapışım yaxasını, kimi şərliyim ki, gəl məni al, dəhşət səni, fikrin özdə öyrə gəlməsin. İndiki kişilər, türküdən biciklər, ay mama. Az qələtmə elə günəni. Az sən ağanazın qızısan, nə artıq əski darısan, ha? Sən keçmiş kişilər harada görmüsən, indiki kişilər də tanıyırsan, az geç danışma günən. Öz şərrəmin nə söhbətidir? Mən şərətanam, mən şərçiyəm. Şərləməyi qalsa elə bu şərliyərəm də. Kəsmə köyləni. Kimi? Şuşqanı. Kimi deyirsən, Gedəni də. Bakir? Hə, Bakiri. Sən də söz Deyirəm, danışırsan. kül başına ağanaz, butdan yemirdin ki. İndi Bakirə yalvarsa ki, gəl mənim kürəkəlim ol genə. Bakiri, sən də sözlə var, sən də adam tapdın da. Da neynim var? Başqa adam var. Onları evdə təşkidim. Öz aramızda da. Dedim, tək bir nəsə eləyim də. Kiminə? Bakirlə. Çağırdım o otağıma. Saldım içəri. Neylədin? Ay Matiyana, fikirləşdim ki, yerdə rahat olar da. Nə? Yapışdım onun yaxasına, yıxdım palazın üstünə. Dedim, Bakir, götürəşək. Onu götürdü qaçdı. Kim o kişi qaçdı? Kül başıma. Şükür sən ay Allah. Qurbanam sən ay Allah. Nə yaxşı mənim qızım güləşməkdən, boksdan, qapışmaqdan başqa bir şey qalmır.
Dur ayağa. Qulaq as, tubun analizlərinin cavabı gəlib. Ha. Demək belə, əgər bu tubu 2 aya ərə getməsə, elə tüklənəcək ki, İsrafil dayının belindən seçilməyəcək. Bəlkə ondan da çox, İndi qulaq as, vay dədən vay deyəndə ki, ağanız 100% səni çağıracaq yanına ki, tubu tez eləsin. Yoxsa bu evdə fırlanmaq olmaz, Özün deməm neyiniyim? Mən neynəməli, hə? Neynəyəsən ki? Heç də alassam sizə də, onda yazığın gəlsin, mən ayda bir evdə yaşayamıram. Mənim indi özümə yazığım gəlir. Oğlum, bilirsən, o elə bir kişi kimi deyir. Mən ondan heç bir elektrik ala bilmirəm. Telefon zaryadka qoymursan, elektrik ala bilmirəm. Zarur verişindən də söz öyrənibsən də. Elektrik alamıram, söhbəti yoxdur. Alasan всё da. Amma ağılla da. İndi sənin ağanız yanına çağıranda ki, sən bunu almalısan 2 aya. Sən deyirsən ki, mən hələ 2 aya evlənməyə fikirləşmirəm. Rusiyyətə getməliyəm, pul qazanmalıyam falan. Ağanız da nə istəsən eləyəcək də sənə. Bu tubu başı batmış tüklənəndə o lezgiyə verdiyi pulları elə yığıb sənə bir dənə maşın alar da. Şəhərə gələndən başın işləyir ha. İşşə, yavaşdır. Erkək. Qulaq as, ağanız səni çağırıb meyvədən zaddan yesə, elə belə happıldadı unutmayın, mındarlar sonra ye. Ondan nə desən çıxar. Ağıllı fikirdir. İmaş, bu saat sənə ləzzətli qəlyan altı hazırlayacağım. Hayır olacaqsa. Ay civə, mən elə sənə baxanda hayır oluram, vecid olasından ölürəm. Yaxşı. De görüm, sən Ruski kusun kalbasalarından, doktorskili, lübitiskili, servilatlı bunlardan hansını xoşlayırsan? Hamısını. Aha. Gətir. Elə bilirdim hamısını xoşlayırsan. Ona görə də bütün növlərindən gətirmişəm. Gətir də, ağzından öldürəm. Deyirik, kişinin ürəyinə yol mədəsindən keçir. Bu Rus qız kalbasaları ilə o yox, lap kəsi olur. İnan mənə. Nə olub sənə? Elə bir keyfin yoxdur bala. Olmayacaq da, Ləmpə xala. Böyük sabah gəlin köçürəm. Amma mənim ceyizliyi bir dənə plasmas qəptanım da yoxdur. Bu nedir? Cehiz. Bu sənin soyuducun. Bu sənin televizorun. Bu sənin paltaryonun. Yes! Bu da sənin qızın üzüyü. Yes! Cehiz hazır. Sağ ol Chico. Hədiyələrini də sökürsən. İndi qaldı Bakirin əsi. Sponsorlar: Bizim tarla məhsulları, Chico günə baxan tumları, Ruski Vkus ət və ət məhsulları. Yox ya. Əlbəttə Allah qaytarmadı. Utanmıram ki, yiyərəm də. Olmadı ki, oğlanca. Sən bu dəqiqə yeyib içən vaxtındır. İstəyirsən götür bütünü yiyinə. Hə, bütünü yiyərəm. Götür yiyinə, nuş olsun. Əla almadı. Nə oldu? Yaxşı almadın. Bu dəqiqə mən bunu yuyub gəlirəm. Yaxşı yuyub gəlirəm. Əş otur aşağıda cəmaatı özünə güldürməklə o yuyulub qoyulub ora. Sən ağanazın evindəsən, nə danırsan sən? Bilirsən nə var, istəmirsən qoy yerinə. Mən xoşlamıram bir adama nəsə zor gücə qoy yerinə. Bu evdə oğlum mənim həyat lozungumdur. Bu evdə zorakılıq, ondan sonra güclə nəsə demək, nəsə didirtmək, nəsə eləmək mümkün olan şey deyil. Mənim fikrim nədir? Mən deyirəm ki, mən istəyirəm bunu və bu da olmalıdır. Bir həftə müddətinə biz bu toyu eləməliyik. Sənin tubunun toyunu eləməliyik. Düzdür də, ürəyim çəkildi. Mən də Hüseyinə nə qədər gəzirəm, bu qədər ay mama. Daha dözə bilmirəm də. Yaxşıdır, tubuş. İmkan verginə bir
kürəkənimlə söhbət edeyim. Hə, onu deyirəm də mən də. Ama söhbət vaxtıdır. Söhbətdən keçib böyücə. Zaksdı da çağır gəlib kəssin. Otaqlardan da birini verib bizə qutardı getdi də. Çinimdən. Get düş aşağı. Aşağı düş biraz qonşularla söhbət elə simişka çıxda. Get evin dalında uşaqların orada sürüşkünə. Yaxşıram, hə yoxum deyərsən mən. Yaxşı, yaxşı. Yeri get. Get ananın olsun, get. Bakir, bunun yanında demirəm, vəziyyət çox pisdir ha. Özüm ölüm. Əgər bir həftəyə siz evlənməsiz, bu qız tutub bizim özümüzü evləndirəcək. Vəziyyət çox pisdir. Ağanasılar, sənə bir söz deyim. Bilirsiniz, dostum Rusiyyətdən mənə zəng edib ki, bəs Xeyr ola. Gəl yanıma, burada biraz işlə, pul qazan. Qələt eləyib. Bir dəqiqə də. Bilirsiniz, Gəl yanıma. bu zat mən hələ fikirləşmirəm. Necə anı? Şimdi mən qaçmıram ki, buradan, mən hara qaçan deyiləm ki mən. Necə anı? Mən gedim bir il orada işləyim Rusiyyətdə. Hə. Pul qazanmalıyam, maşın almalıyam, Hə. ev almalıyam, Hə. paltar almalıyam, toya pul yığmalıyam. Elə bir söhbət edim, mən ağanazın qızını alıram. Bu. Sən ağanazın qızını alırsan, hə? Ağanazla zəhmət çəkər, sən istədiklərini alar. Maşındır, mən alıram sənin üçün, evdir, mən alıram sənin üçün, torpaq da alıram sənin üçün. Mənim belə svejim qalmağıma baxma girəni, mən köhnə arvadlardanam. Biz söz verdik də, söz verdik ki, mən sənin bacını alıb gətirib gəlib bu evi arvad eləyirəm, yeri ver eləyirəm, sən də mənim qızımı alırsan. Mən dediyimi elədim, bəs siz, davay da, başla da, elə də. Ağanası xala, Hə, mən, bu oğlan, bu Bakir, hə. söhbəti gölgədə tutan oğlan ama. Neyi tutursan? Bax, mənə söz verdinsə, gərək əməl eləyəsən, sözümün üstündə durasan. Ay, əməl məndə. Ya, bir dəqiqə. Əməl məndə deyirəm də, nə bir daha var? Mən o əməldən, o zaddan danışmıram. Mən bu əməldən danışıram. Əməl eləyəsən gərək. Mənə bax, mənim nəslimdə cadu eləyən olmayıb bu bir. İkinciyə qalan yerdə əgər mən o işi bacarsaydım, bir də sən qutyağı çəkərdim də, düz divara dırmaşardın, qızımı yox, itimi də alardın. Yenə mən sənə deyirəm, evi alıram, torpaq alıram, ürəyin nə istəyirsən üçün alıram da, laf belə sənin özünü də alıram. Ağanası xala, başa düşmədim. Sən məni niyə alırsan ki? Yox, söz məsələ Bir deyirəm dəqiqə, də. zamanə dəyişsə də bu oğlan heç vaxt dəyişmir, Bakir dəyişmir. Görürəm elə, dəyişmirsən. 3 ay dəyənində o köynəyinə uşaq vardı, dəyişmirsən. Ağanasın qızını alsın. Ay, mən uşaq deyiləm, Mənim qızımı alsın, heç olmasa həftədə bir 3 dəfə alt paltarını, üst paltarını dəyişdirəcəksən də. Brizayı verirsən. Ayda, ağanası xala, mən heç nəyimi dəyişmirəm, başa düşürsən? Nə paltarımı, nə xasiyyətimi, nə də arvadımı, heç nəyimi dəyişmirəm. Hadi dəyişmə, atan balası, dəyişmə ginən. Sən əgər müştərəkin oğlusansa, səninlə dil tapmaq çətin məsələdir. İndi nə deyirsən, bu işi biz xırt eləyirik, eləmirik. Mən sözümün üstündə dururam, yenə sənə deyirəm. Bütün babı istədikləri mənlik, nəyə qarmağını uzadacaqsan deyəcəm ki, baş üstə. Sən nə deyirsən? Atviçatsan bu səbədə. Atviçatam. Atviçat olursan. Atviçatam. Atviçat olmayan. Atviçat olmayan, atvet çıxdı. Çatdı. Dur, indi gedək axının ürəyini al girəm. Yeri. Ya evin dalında uşaqlarla sürüşür o zatda, bostan, ya da ki arvaddan söhbət edir orada. Get, yeri. Anası narahat olma. Mən bu dəqiqə tubunu özünə alacağım. Narahat Yox, olma. elə yox da dayla belə dərinə girmə. Sən mənim beləliyimə baxma. Əslində mən çox saf insanam. Başa düşürsən? Mən nəinki oğlan, mənim üstümə bir dənə heç erkək milçək də qonmayıb. Başa düşürsən? Ümumiyyətlə mən erkəyin nə olduğunu televizorda eşitmişəm. Atviçatsan bu söhbətə tubu. Bakir, Tuba heç vaxt atviçat olmayan söhbətlərə qarışmır. Mehriban olar, mehriban olar, mehriban olar, mehriban olar.
oldu? Nə bir-birinizə baxırsınız? Başım gicəlləndi. Nə deyən atlanacaq bir-biriniz üstünə? Ağlamaz. Sen babatın anasına demişsən ki, Nabat babatın ayağının tozudur. Aa, kimə? Film ana? Mən? Ayo, kim deyir bunu? Kim diyecek? Xudu. Ağzıma gələn danışmaz. Mən uşağıma şərəfmə ginən. 100 dəfə sənə demişəm, ağzında sözü pişir sonra çıxart ginən. Az bir yana baxanda aran qatan sənsən. Hə. Az boşluqla çıx git xarabana da. Nə oturursan mənim əlimi qana batırırsan? Az məni güldürməyin sən Allah. Az sənin əlin heç xılıya batmayıb. Qana necə batacaq? Ay canım, baxmaram begemot boydasan. Gəl. Bir dənə belə vuram zəif yerinə. Can kətçi qızı. Az mənə bir dənə bax. Bax günəndə, mənim zəif yerim var. Özdə mən xına yaxtılara gedirəm ha. Gətirərəm oxunanı, yaxaram düz təpənin ortasına. Qoyun baş. Buraxma yaxdı döylə yaxarsan. Aza baba brava yax. Verelos. Həri, belə oldu da. Öyle. Vəbşi mən nöşün uzadıram söhbəti. Anas, Aycan. Bəli. canım bir bəla. Hə. Tubu. 2 aya ərə getməsə, üzünü qılbasıcı düzdür. Sən də onu Bakirə deyirsən, düzdür. Bakir də güya gəlib sənə deyib ki, bir həftəyə Rusiyata çıxıb gedir. Özü də 1 illik, düzdür. Ala bax, getdi. Bütün bunları qızışdıra bax, o aləmi qatan Nabatdır. Bakirə də o öyrədir, bəli. Ağamaz mənə bax günədir. Bəli, Bakirə deyir ki, örgədir onu, ki səni əməlli başlı sağa bilsinlər. Mən nəyə mən sağsınlar? Bilin. Niyə mən sağsınlar? Qayıt verir mən sağam. Kim öyrədi baz var? Sən. Ət torbası. Mən əmək torbası. Sən. Az bu tabaq nə ki, sən boşuna sındıracam ha. Hadi getdik, bunu başı qarşı oynamağa. Mən sənə bir az bir şey kimi deyirəm ki, lazım gör, sən bunun payını ölsən. Görsən, bu idi mən oynayır. Amma hər